Dolça, sentyabrda beynində o qədər ideya olacaq ki, hətta telefonun qeydlər bölməsi səndən yorulacaq. Deyəcək, bəsdir də, bəsdir. Keçək işə. Yeni fikirlər, fərqli layihələr və dəyişikliklər üçün yaxşı zaman ola bilər. Sənin yaradıcı yanaşman diqqət çəkəcək. Amma hamıya mənim planım daha yaxşıdır demə. Bəzən ən yaxşı fikir başqasından gələ bilər. Şəxsi həyatda deyə bilərəm ki, subaysansa, səni fərqli düşüncəsi ilə cəlb edən biri həyatına, yəni sənin həyatına daxil ola bilər. Münasibətdəsənsə, azadlıq ehtiyacınla yaxınlıq istəyini balansda saxla. Sevgi də biraz diqqət və məsuliyyət istəyir. Pul mövzusunda yeni qazanc yolları barədə düşünə bilərsən. Sən kreativsən zaten. Amma texnologiyaya, hobbilərə və mənə lazım olacaq dediyin şeylərə çox da pulunu xərcləmə. Çünki o lazım olacaq siyahı səndə heç vaxt maşallah bitmir. Tövsiyə ondan ibarətdir ki, sentyabrın tövsiyəsi fərqli olmağın sənin gücündür. Amma sabitlik də uğurun bir hissəsidir. İdeyanı planla və hərəkətə keç. Yekunda deyə bilərəm ki, Dolça, sentyabrın şüarı sənin üçün budur. Fikrini dəyiş, dünyanı yoxla, amma məqsədini unutma. Bəyəndinsə paylaş və növbəti bürc proqnozunu qaçırma.